Salam aleyküm. Bugün günorta düz çay içməyə oturmuşkən əmim gəldi zəng vurdu və gəzməyə getdiklərini dedi. Gəlib gəlməyəcəyimi soruşdular. Əlbəttə ki, heç gəzməkdən dala qalmayama qəbul etdim. Bir şeylər hazırlamadığım üçün biraz şirniyyat aldım. Hər yerdə qənimim olan balalı qazlar burada da gəlib məni tapdı. Bu video əslində çoxdan hazırdı. Editləmişəm. Sadəcə səsləndirməsi qalmışdı. Temu hədiyyələrim gəldiyi üçün birinci o videonu paylaşmaq istədim. Videonun keyfiyyətində də zəiflik ola bilər. Bu videonu uzun paylaşacağımı nəzərə almayıb dik formatda çəkmişəm. Sonramdan düzəltdim. Artıq bilmirəm nə qədər keyfiyyətində zəifləmə oldu. İnşallah ki, problem yaradacaq qədər zəifləmir. Maşında bu mənzərədə gedərkən bir şey anladım ki, insanı sevən, sayan, bir şeylər edərkən birilərinin yadına düşməyə qədər gözəl bir şey yox imiş. Burada güya axıracan mən kəsmişcəsinə keksi kəsirəm. Əlbəttə ki, məndən sonra əmim gəlinə davam edir. Bir dram boyda stəkanıma çay süzürəm indi. Burada artıq yeyib içmişik. Mən biraz uzaqlaşıram video çəkmək üçün. Artıq eva qaydırıq, amma ondan öncə uşaqları nənəsilə qoyacaq. Oğlu bizi dənizi görməyə aparacaq. Lənkərana çatdıq. Dənizə çox gözəl videolar çəkmişdim. Bitdiyinə görə ora qoya bilmirəm. Amma yenə də bir video qalıb, onu sizə göstərəcəm. Dənizin gözəlliyini görürsünüz. Qayıdan vaxtı da qabağımıza belə qoyun və quzular çıxdı. Çox şirin idilər. Gəzmək nə gəzmək olur olsun, insanın öz evi kimisi yoxdur.
Videoyu beğendiyseniz beğenmeyi, abone olmağı ve bildirmeyi unutmayın.